yandırsın nece son. Hayatım kino, özüm rejisör. Daim ireli, bu değil hele son. Sesim sesinizle unison. Köyne dalga, yeni antena. Hayatımda her şey şampullena. Teze parolum birden ona. Sesim tanış mikrofona. Suallar presse bir yandan. Bütün gün sen, zapt etmişsen. Ölürüm derdimden, bunu bilirsen. Benim ağlımı sen, zapt etmişsen. Ölürüm derdimden, bunu bilirsen. Şekerini kat, buzunu da at. Sonra çalkala çalkala sevgimizi. Biraz heyecan, göğe uçacağım. Nece kanatlandırdı sevgi bizi. Şekerini kat, buzunu da at. Sonra dayanma, sipariş et yubanma. Mənim trekim sənə yazılı, boş boşuna dolanma. Rəqs et, elə əks et sənə, herkes burada heyrandır. Yazır bulu, qarnın dolu, gir meydana məqamdır. Dost evlənir, əlləri zəncirlənir. Sən isə subay olduğun qədər rəqs et, bana bax gezilir herkes bu gözəl gecə. Bu dağlarda bar olmaz, heyva olmaz, nar olmaz. Bir gözeli sevmişem, ondan güzel yar olmaz. Ben bir güzel sevmişem, ondan güzel yar olmaz. Əvvəla yeni iliniz mübarək olsun. Yəqin ki artıq Paşişdo sonuncu iş günümüzdür demək olar. Smartbox ailəsi və Akvin ailəsinin birlik bərabərliyi münasibəti ilə təbrik edirəm. Mən çox şadam ki, belə gözəl komanda üzvləri ilə, belə gözəl ixtisaslaşmış kadrlarla, həm iş baxımından, həm insani keyfiyyət baxımından dəyərli insanlarla bir yolda yürüyürəm. Fahim müəllimin qəşəng bir sözü var: əziyyət itmir. Biz bu günlərə əziyyətimizlə gəlmişik. Vaxt vardı bizə heç kəs inanmırdı ki, biz bunu bacaracağıq. Bugün bizim köhnə əməkdaşlarımız və yaxud tələbələrimiz Azərbaycanda kifayət qədər çəkisi olan şirkətlərdə yaxşı vəzifələrdə işləyirlər. İstəyirik ki, Akvin yenə bu məktəbə davam eləsin, daha da böyüsün, daha gözəl gənclər yetişdirsin, daha gözəl kollektiv sahibi olsun. Hamımızı hoş gördük aziz bütün yoldaşlar. İlk önce Akvin ailesi, çünkü siz bizim ilkimizsiniz. Ona göre ilk önce sizi tanıyıram. Smartpost bizim gələcəyimizdir, ilyamızdır. Bizim neçə illərdir arzuladığımız bir layihədir. Və inşallah ki 26-cı ildə bu layihə artıq işə başlayacaq. Və mən inanıram ki biz vaxtı gələcək Azərbaycanda bir nömrə çevirəcəyik. Yani biz bu işlerde tek şeydik, hiç kimimiz yok idi. Ama inanıram ki 2026 yaxşı olacaq. Bizim bir balaca çətinliyimiz var. Çünki biz gələcəkdən gəlirik.